Deməli yoldaşlar, gəldik çatdıq compound adjectives with numbers. Yəni mürəkkəb sifətlər rəqəmlərlə, yəni rəqəmlərdən, ədədlərdən düzəlmiş mürəkkəb sifətlər. Bu haqqda danışacaq çox belə bir böyük məsələ yoxdur. Qeydlərdə bunu ətraflı yazmışam. Bu sadəcə rəqəmlərdən alınmış, özü də göründüyü kimi sifətlərdir. Məsələn, 3 yaşlı oğul. Məsələn, mənim 3 yaşlı oğlum var. I have 3 years old son. Yəni belə deyək də, bunun düzəliş qaydası, xüsusi belə hər biri üçün əzbərləməli olduğumuz xüsusi metod yoxdur. Sadəcə bunları özünüz oxuduqca, məsələn, burada belə bir cümləmiz var uzunluqla bağlı. It's 10 mile hike. Yəni 10 millik hiking nə idi? Azərbaycancası nədir onun görəsən? Hiking deyəsən elə hikingdir Azərbaycancada. Hike o dağa qalxmaq və s. kimi məsələlərə deyilir. Məncə elə bizdə də onu hiking kimi istifadə edirlər. Yəni 10 millik bir hiking idi bu. Və yaxud orada yazılıb ki we went on a 5 kilometer run. Yəni 5 kilometrlik qaçış elədik, qaçışa getdik. Yəni bunlar sadəcə əslində bunu heç mən deməsəm belə, bəlkə də yavaş-yavaş özünüz belə bunun normal olduğunu və yaxud da özünüzdən belə bu cümlələri qoşa biləcəyiniz, bu ifadələri qoşa biləcəyiniz bir belə deyək də mövzudur bu. Məsələn, burada vaxtla bağlı I have 2 week holiday, yəni 2 həftəlik tətilim, bayramım var deməkdir. O rəqəmlə düzəlmiş artıq sifət olur. Necə bayram? 2 həftəlik bayram şəklindədir. O qədər dediyim kimi ciddi deyiləcək bir şey yoxdur. Sadəcə bunları mütləq şəkildə amma öyrənmək lazımdır. Sadəcə oxuyun, başa düşün və özünüz görəcəksiniz ki, özünüzdən istənilən belə deyək, rəqəmlə düzəlmiş sifəti belə deyək, uydurub real sifət ortaya gətirə bilirsiniz. Belə, növbəti mövzuda görüşərik. Növbəti mövzu biraz daha əyləncəli, daha maraqlı mövzudur. Görüşərik, hələlik.